Hakimləri seçəcəyik sizinlə, ən yaxşı hakimləri. Təbii ki, bu sizin baxışınıza görə, sizin düşüncənizə görə. Hazırsınızsa başlayaq. Anthony Taylor yoxsa Cüneyt Çakır? Mən milli ruhlu insanam, təbii ki, Türkiyəli. Cüneyt Çakır... Biraz obyektiv cavab vermədim. Bu sizin onsuz subyektiv fikriniz olacaq. Amma yenə ona görə deyirəm ki, bu suala mən peşkar kimi cavab vermədim. Biz də onu qeyd edirik. Onu qeyd eləmək istəyirsiniz, yaxşı eləyirsiniz. Azərbaycanlı kimi cavab verdim. Cüneyt Çakır yoxsa Rövşən Nurmatov? Rövşən. Rövşən Nurmatov yoxsa... Bugün Özbəkistan futbolunun, uşaq futbolunun əl səyyarməsində Rövşən İmratovun böyük əməklərindən biri. Nəyə görə? AFFA-da rəsmi vəzifədədir. Federasiyasında Özbəkistan futbolu. Bəli. Amma Azərbaycan futbolunda peşkarlar hardadır? Onu da özünüz bilirsiniz. O da ayrıca söhbətdir. Ayrıca söhbət. Rövşən Nurmatov yoxsa Felix Brix? Rövşən İmratov. Rövşən Nurmatov yoxsa Martin Atkinson? Rövşən. Rövşən Nurmatov yoxsa Kim Milton Nielsen? Rövşən. Rövşən Nurmatov yoxsa Şimon Martinyak? Siz elə hakimlərin adını çəkirsiniz ki, mən ona görə Rövşənin adını çəkirəm. Çünki onlar siz deyən fantastik bir hakimlər olmuyor. Yenə Rövşən Nurmatovu seçdiniz də? Əlbəttə. Rövşən Nurmatov yoxsa Clement Turpin? Rövşən. Rövşən Nurmatov yoxsa Mark Clattenburg? Köhnələrdən. Rövşən qapadım məsələni. Hələ davam eləyək məncə. Buyurun. Rövşən müəllimdən vaz keçəcəksiniz. Rövşən Nurmatovdan söhbət gedir. Rövşən Nurmatov yoxsa Markus Merk? Markus yaxşı hakim idi. Markus Merk'i seçdik. Markus Merk yoxsa Pierluigi Collina? yaxşı yerdə axşamdadır. Statusa görə təbiidir Kalinadır. Təbiidir Kalina. Bir yerdə biz təlim məşq toplanışında olmuşuq. Və Kalina çox böyük dəstəklə, yəni dəstək olunub olan. Fantastik dəstək olunub. Mən bilirəm. Sponsoru, özünün şəxsi sponsorlarına qədər olub. Və fiziki hazırlıq üzrə normativləri veririk. Qısa məsafəni sprint deyilir. 30-60 o vaxt normativ verildik. Verə bilmədim. Və Kalinaya görə neçə dəfə onu təkrarladılar. Yəni, indi bir qədər o fiziki testlər də dəyişib. O vaxt belimizi qırırdılar, həqiqətən. Cooper testi var idi. Futbolçular da o testi verirdi. Bizdə də təbii biraz normativlər fərqli idi. Cooper'in adı ilə bağlı olan, özü yaradıb testi və Amerika spesialistinin, belə deyim, tətbiq olunan test. Tələblər. Bugünkü gündən desək, XTG-çilərimizə belə. Və açığı, mən özüm o genetik olaraq start sprintdə mənim problemim olmayıb heç vaxt. Amma o uzun müddətli dözümlülük belə xoşlamamışam. 12 dəqiqəyə minimum yuxarı aşağı 2900-3000 qaçmalıydım. Belə görünəndə qısa görsənir. Nə var ki 12 dəqiqəyə 3000 metr qaçmağa? Amma zülüm idi. Davam edəyəkmi? Yəni Kalina onu verə bilməmişdi həmin normativi. Yox, verə bilmədi, qoyuram bir tərəfə. Kalina ümumiyyətlə fantastik incə hakim olmayıb. Yaxşı dəstəyi olub. Xarizması çox olub. Fantastik, bəli, onunla yanaşı fantastik psixoloq idi. 100 minlik stadionda Kalina ən axırıncı cərgədə əyləşən, onun da nəfəs aldığını hiss eləyirdi, bilirdi və Urfan bəylə bir qədər əvvəl bir polemika aparanda, fikir mübadiləsi olanda səhvlərlə yanaşı Kalina yadıma gələr səhv eləmirəmsə Hollandiya ilə yoxsa kimlərlə oyunda açıq-aşkar 11 mi yoxsa nəsə mi? Yəni o səhvsiz hakim oldu. Təbii ki, o mümkün deyil. Səhvsiz insan yoxdur, ona görə hakim də olmaz. Kalina qeyd olunduğu kimi xarizmalı, psixoloji çox güclü idi və epizodların seçimində isə Urfan bəy, Avropada olan hakimlərin
böyük əksəriyyəti futbol üzü görməyib, futbol oynamayıblar. Bu insanlar da futbol oynamıyor. Pierluigi Collina yoxsa Daniel Orsato? İki İtalyanı niyə müqayisə edirsiniz bir-birindən? İkisi də yaxşı hakim oldu. İtalyanlar birdən verişiniz gedib çıxar orada. Niyə Heç qırğın olmaz. salırsınız ki onlar? Baxırlar Heç bir onsuz. problem olmaz. Bu quiz onların sifarişi idi mənim. Və Kalin olan yerdə ikinci İtalyan olmamalıdır. Okey. Pierluigi Collina yoxsa Slavko Vinčić? Kalin arada o müzakirə olunmur bura. Pierluigi Collina yoxsa Howard Webb? Axıra yaxınlaşmışıq. Kaliniyə çatmır. Və son, Pierluigi Collina yoxsa Tofiq Bəhramov? Hər bir şeyə bir səs verirsiniz, yoxsa yox? Yox, yox, seçim. İki nəfərdən seçimdir. biri Artıq hamısına ələnib, finalda Pierluigi Collina ilə Tofiq Bəhramov. Tahir müəllimin seçimi. Əgər səsə qoyulsa, Kalinanı rövşən keçməlidir axı. Yox, yox, elə deyil bu üzə. Yox, o elə Udzan deyil. çıxır. Burada uduzan çıxır. Play-offdur burada. O burada play-offdur. Uduzan çıxır. Bir var seçim eləyəsən, bir deyəsən Tofiq Bəhramov belə. Amma bunu mən ümumiləşdirib deyəcəm. Azərbaycan hakimlərini biz sürüyürük, tənqid olunur. Blekeri çıxıb nağıllar danışır. Eyni şey futbolumuzla bağlı. Və siz burada təşəkkürümü bildirirəm. Kalina və Tofiq Bəhramov. Dünyada top 5 ölkələri çıxaq. Braziliyanı çıxaq, Argentinanı çıxaq. İkinci dərəcəli futbol baxımından deyirəm, üçüncü dərəcəli ölkələr arasında dünyada yeganə ölkələrdəndir ki, Azərbaycan dünya çempionatının finalında da hakimimiz olub, idarə edib. Olimpiya oyunlarının finalında da idarə edib. Qitələr arası kubok oyunu idarə edib. Və UEFA kubokunun bugünkü Avroliqa, UEFA kubokunun ilk, yəni 70-ci illərdə, 70-in əvvəllərində idarə edən Azərbaycan hakimi oldu. Yəni, bizim təfəkkürümüz, bizim düşüncəmiz, bizim kökümüz odur, tək hakimdə yox, futbolda da belədir. 20 yaşlı Banişevskimiz, Ələkbər Məmmədovumuz, həmin San Siro'da Ələkbər Məmmədov Milanın qapısına burada qol. 17 dəqiqəyə 5 qollar sıralayıb. Biz amma deyirik ki, Azərbaycanda futbol olmayıb, heç vaxtda yaşanmayıb. Kimlər deyir? Futbola məğlub psixologiyanı gətirən, bir qədər əvvəl dedik, futbolda təfəkkür dəyişməlidir. Seçimimiz kimdən oldu bəs? Təbii ki, müqayisə olunmur Tofiq Bəhramov. Təşəkkür edirik Tahir müəllim.